Değerli izleyiciler, bilirsiniz ki ötən gündən dünyanın diqqət mərkəzi Ankara'ya yönəlib. Çünki orada NATO'nun zirvə toplantısı keçirilir. Görüşün ən önəmli məqamlarından biri də Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın Ankara'ya səfər etməsi idi. Siyasi şərhçi Tural Əhmədov Trump-Erdoğan görüşünün görünməyən tərəflərini önə çıxardıb. Ankara hansı geosiyasi üstünlük qazanıb? Bununla bağlı çox önəmli məqamlara diqqət çəkib. İndi siyasi şərhçinin qeydə aldıqlarını sizə də təqdim eləyəcəm. Beynəlxalq siyasətdə bəzi görüşlər imzalanan sənədlərlə, bəziləri isə verilən mesajlarla tarixə düşür. Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın Ankara'ya səfəri və prezident Rəcəb Tayyip Erdoğan'la görüşü də məhz ikinci kateqoriyaya aid hadisələrdəndir. İlk baxışdan bu NATO liderlər zirvəsi çərçivəsində keçirilən növbəti iki tərəfli görüş kimi görünə bilər. Lakin diqqətlə baxdıqda görünür ki, Ankara'dan verilən mesajlar təkcə Birləşmiş Ştatlar Türkiyə münasibətlərinə deyil, NATO'nun gələcəyinə, Yaxın Şərqə və Cənubi Qafqazdakı geosiyasi proseslərə də təsir eləyə biləcək siqnallar daşıyır. Son illərdə Vaşinqton və Ankara arasında münasibətlər kifayət qədər mürəkkəb mərhələdən keçir. S-400 hava hücumundan müdafiə sistemlərinin alınması, Qadsa sanksiyaları və Türkiyənin F-35 proqramından çıxarılması iki müttəfiq arasında ciddi etimad böhranı yaratmışdı. Buna baxmayaraq son hadisələr göstərir ki, Birləşmiş Ştatlar administrasiyası Türkiyənin strateji əhəmiyyətini yenidən ön plana çıxarmağa başlayıb. Trump'ın Türkiyəyə tətbiq edilən sanksiyaların ləğv ediləcəyini bildirməsi və F-35 məsələsinin yenidən nəzərdən keçirilə biləcəyini deməsi bunun ən mühüm göstəricilərindən biridir. Bu dəyişiklik təsadüfi deyil, dünya artıq əvvəlki kimi deyil. Ukrayna müharibəsi, Yaxın Şərqdə təhlükəsizlik böhranı, enerji marşrutları və qlobal logistika zəncirindən yaranan problemlər göstərdi ki, Türkiyə yalnız region dövlət deyil, Avropa ilə Asiyanı birləşdirən mühüm geosiyasi mərkəzə çevrilib. NATO'nun ikinci ən böyük ordusuna malik olan Türkiyə, alyansın təhlükəsizlik strategiyasında əvvəlkindən daha vacib rol oynayır. Ankara'dakı qarşılanma mərasimi də diplomatik baxımından xüsusi olaraq diqqət çəkdi. Dövlətlər arası münasibətlərdə protokol bəzən rəsmi bəyanatlardan daha güclü mesaj verir. Trump üçün təşkil olunan geniş miqyaslı rəsmi qəbul, atlı, fəxri, eskort və yüksək səviyyəli dövlət mərasimi göstərdi ki, Ankara bu görüşdə sıradan diplomatik hadisə kimi yanaşmır. Eyni zamanda Trump'ın Erdoğan haqqında işlətdiyi müsbət ifadələr iki lider arasında şəxsi siyasi dialoqun hələ də mühüm rol oynadığını nümayiş etdirir. Lakin bu yaxınlaşmanın qarşısında maneələr də qalır. Türkiyənin F-35 proqramına mümkün qayıdışı Birləşmiş Ştatlar daxilində və bəzi müttəfiq ölkələrində mübahisə doğurur. Xüsusilə Türkiyənin S-300 sistemlərini saxlaması ilə bağlı hüquqi və təhlükəsizlik məsələləri tam həll edilməyib. Bu səbəbdən Ankara'da verilən siyasi mesajların praktik nəticəyə çevrilməsi üçün əlavə diplomatik danışıqlar tələb olunacaq. Azərbaycan üçün isə bu proses ayrıca bir əhəmiyyət daşıyır. Türkiyə Azərbaycanın əsas strateji müttəfiqidir. Ankara'nın beynəlxalq nüfuzunun artması, Birləşmiş Ştatlarla münasibətlərdə yeni mərhələnin başlaması və müdafiə sahəsində əməkdaşlığın genişlənməsi regionun təhlükəsizlik mühitinə də təsir göstərə bilər. Xüsusilə Cənubi Qafqazda sabitliyin qorunması, enerji layihələrinin təhlükəsizliyi və nəqliyyat dəhlizinin inkişafı baxımından Türkiyənin güclənməsi Azərbaycanın maraqlarına uyğundur. Ancaq burada daha mühüm bir məqam var. Trump'ın Ankara'ya səfəri göstərdi ki, beynəlxalq münasibətlərdə ideoloji yanaşmalar tədricən praqmatik siyasətlə əvəz olunur. Dövlətlər artıq bir-birini bəyanatlardan çox strateji imkanlarına və geosiyasi çəkisinə görə qiymətləndirirlər. Türkiyədə məhz bu reallığın yaratdığı imkanlardan istifadə edərək öz mövqeyini daha da gücləndirməyə çalışır. Ankara zirvəsi yalnız NATO'nun növbəti toplantısı kimi tarixə düşməyəcək. Burada verilən mesajlar gələcək illərdə Birləşmiş Ştatlar Türkiyə münasibətlərinin istiqamətini, NATO daxilində qüvvələr balansını və regionun təhlükəsizlik arxitekturasını müəyyən edə biləcək mühüm siyasi siqnallar kimi yadda qalacaq. Tarix göstərir ki, bəzən dünya siyasətində ən böyük dəyişikliklər yüksək səslə elan edilən qərarlarla deyil, diqqətlə verilmiş siyasi mesajlarla başlayır. Ankara da məhz belə mesajların
verildiyi şəhərə çevrildi deyə siyasi şərhçi Tural Əhmədov çox gözəl bu mənzərəyə şərhini verib. Xüsusi şərhə görə öz təşəkkürümü bildirirəm dəyərli həmkarıma və davam edirik digər son dəqiqə xəbərlərlə.